Salam şagirdlər, bugün 2024-cü ildə Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanının suallarına baxacağıq. Birinci sual. Kinoteatrda yerləşən yerləşmə sxeminə əsasən növbəti alıcının təsadüfən seçdiyi yerin A və ya B sırasında olması hadisəsinin ehtimalını tapın. Ehtimalı tapmaq üçün bilirik ki, əlverişli halların sayını ümumi bütün mümkün halların sayına bölməliyik. Əvvəlcə gəlin bütün mümkün halları sayaq. Bütün mümkün hallar, yəni boş yerlərdir, alınmamış yerlər, ağ rəngdə olanlar. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25 dənə yer boşdur. Yəni bu 25 yer mümkündür, hər hansı birini ala bilər. İndi əlverişli hallara baxaq. Əlverişli hallar soruşulan hallarda A və ya B olmalıdır. Yəni həm A-dan ala bilər, həm B-dən ala bilər. A və B-ləri sayaq indi. Boş yerləri. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 dənə yer var. 13 dənə boş yer var cəmisi. Deməli, ehtimalımız oldu 25-də 13. İkinci sual ədədi silsilədir. A4 üstəgəl A5 üstəgəl A6 27 olarsa A5-i tapın. Burada biz ədədi silsilədə biz bilirik ki, ortada duran hədd, kənarda duran hədlərin ədədi ortasına bərabər olur. Yəni cəminin yarısına bərabər olur. Burada A5 A6 ilə A4-ün ortasında yerləşir. Deməli A5 bərabərdir A4 üstəgəl A6 böl 2-yə. Bunu çarpaz vursaq, deməli A4 üstəgələk A6 bərabər olacaq 2 vurulsun A5-ə. Yəni A4 ilə A6-nın yerinə biz 2 dənə A5 yaza bilərik. 2 vur A5 yaza bilərik. Üstəgələk buradakı A5 bərabərdir 27-yə. Bunları toplasaq eləyəcək 3A5 bərabərdir 27-yə. Deməli A5 də bərabərdir 27-ni 3-ə bölürük 9. Cavab olur 9. Bunu başqa formada da yaza bilərdik. İkinci üsulla da yazaq bunu. A4-ün açılışı A1 üstəgələk 3D-dir. A5-in açılışı isə A1 üstəgələk 4D-dir. A6-nın açılışı isə A1 üstəgəl 5D-dir. Bərabərdir 27-yə. A1-ləri toplasaq 3A1 üstəgələk D-ləri toplasaq 7, 12D bərabərdir 27-yə olar. Hər tərəfi 3-ə bölsək qalacaq A1 üstəgələk 4D bərabərdir 9-a. A1 üstəgəl 4D də elə A5-in açılışıdır. A5 bərabər olacaq 9-a. Bu qaydada da yaza bilərdik. Üçüncü sual, ifadənin qiymətini hesablayın. Əvvəlcə 1,12-də 5-i düzgün olmayan kəsirə çevirək. Olacaq 12-də. 12-ni vururuq 1-ə, üstünə 5 gəlirik. Eləyir 12-də 7. Bölünsün. Bunlara ortaq məxrəc elə 6-dır. -5. Bu mənfini 5-ə və yaxud da 6-ya ikisindən birinə aid edə bilərik. 5-ə aid eləyək. -5. Bunun məxrəcinin 6 olması üçün surət və məxrəci 2-yə vurmalıyıq. 2-yə vursaq olacaq 4. Bərabərdir. Birinci kəsir 12-də 17 olduğu kimi qalır, bölmədi. İkincini tərsinə çevirib vururuq. Bu mötərizənin içərisində eləyəcək -6-da 1. Mənfini qabağa keçirək. Vurulsun 1-də 6. 1-də 6. Tərsinə çevirib vurduq. 12 ilə 6-nı ixtisarləsək 2 qalacaq. Bərabərdir. -17 böl 2. Yəni -8,5 olacaq cavab. 6-cı sual, daha doğrusu 4-cü sual. Müstəvidən 6 desimetr məsafədə olan nöqtədən, deməli, bu müstəvi olsun. Bu müstəvidən 6 sm məsafədə, 6 desimetr məsafədə olan nöqtədən müstəviyə uzunluğu 12 olan mail çəkilib. Burada bir dənə mail çəkdik, uzunluğu 12-dir. Bu da bunun perpendikulyardır, məsafə 6-dır. Mailin müstəvi ilə əmələ gətirdiyi bucağı tapın. Mailin müstəvi ilə əmələ gətirdiyi bucaq buradır, buranı soruşur. Biz görürük ki, burada bucaq qarşısındakı katet hipotenuzun yarısındadır.
30 dərəcəli bucaq qaydasına görə 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısına bərabər olur. Deməli, burada alfa nə olmalıdır? 30 dərəcə olmalıdır. 5-ci sual. Tənliyi həll edin. Gəlin əvvəlcə burada çevirmə düsturlarından istifadə edək. Pi böl 2 burada atıldıqda ad dəyişir. Olur 2 vurulsun sinus x. Kosinus ad dəyişir. Olur sinus x. Bərabərdir. Kök altında 3-ə. 90 dərəcədən müəyyən bir bucaq çıxsaq, birinci rübün bucağını çıxsaq, birinci rübə düşür. Kosinus birinci rübdə müsbət olduğuna görə elə bu müsbət olduğu kimi qalır. Sonra sinus x bərabərdir kök 3-ü bölürük 2-yə. Demək, sinus x bərabərdir kök 3 böl 2-yə. Sinus x tənliyinin düsturu yazıram. X bərabərdir -1 üstü k vurulsun arc sinus a plus pi k. Bu sinus x tənliyinin düsturudur. Bərabərdir -1 üstü k arc sinus a. A burada bizdə kök 3 böl 2-dir. Yəni sinus kök 3 böl 2-ni neçə dərəcədə alır? Sinus kök 3 böl 2-ni alır 60 dərəcədə. Yəni pi böl 3-də. Üstə gələk pi k-nı da olduğu kimi saxlayırıq. Pi k. Cavab oldu -1 üstü k. Pi böl 3 üstə gələk pi k, yəni A variantı. Altıncı sual. Çevrənin tənliyi verilib. Çevrənin absis oxu ilə kəsişmə nöqtəsini tapmaq. Absis oxu ilə kəsişmə nöqtəsini tapmaq üçün ordinata 0 verməliyik. Yəni y-i 0 götürməliyik. Absis oxu ilə kəsişmə nöqtəsini tapmaq üçün ordinata 0 veririk. Ordinat oxu ilə kəsişmə nöqtəsini tapmaq üçün x-ə 0 verib tapırıq. İndi burada y-ə 0 veririk biz. Olur x kvadratı plus 0 üstə gəl 4-ün kvadratı bərabərdir 25-ə. X kvadrat bərabərdir 25-dən çıxırıq 4-ün kvadratı 16-nı qaldı 9-u. 9 x də bərabərdir plus minus 3-ə. Yəni x oldu plus minus 3. Yəni y-ə 0 vermişik. Birinci nöqtəmiz olur 3, 0 nöqtəsi. İkinci nöqtəmiz də olur -3, 0 nöqtəsi. Y hər ikisində 0'dır, amma x-lər 3 və -3 olur. Cavabımız olur D variantı. 7-ci sual. Taxıl üyüdüldükdə çəkisinin 90% qədər un alınır. Nə qədər taxıl üyütmək lazımdır ki, 1220 kiloqram un alınsın? Əvvəlcə gəlin bunun tənasüblə yazaq. Deməli, 90% undur. 90% undur. Un alınır. Un nə qədərdir? 1260 kiloqram un var. İndi bizə buğda lazımdır. Taxıl lazımdır daha doğrusu. Taxıl isə 100% götürürük. Taxıl 100%'dir. Neçə kiloqram olduğunu da bilmirik. X kiloqramdır. Deməli, taxılı götürdük 100%, onun 90%'dan un alınır. Un da 1260 kiloqramdır. Deməli, indi burada nə edəcəyik? Çarpaz vururuq. X-i vururuq 90'a. X bərabərdir 1260'ı vururuq 100'ə. Bölürük 90'a. Çarpaz vurduq və böldük. Bərabərdir. Bunları ixtisar eləsək, 126'nı 9'a bölsək düşəcək. Bir dəfə, 4 dəfə, 100'ə də vuranda 2 0 artırırıq, olur 1400 kiloqram. Yəni 1400 kiloqram taxıl lazımdır. Və yaxud da ədədin faizini tapmaq üçün nə edirik? Ədədi faizə vurub 100'ə bölürük. Taxılı x götürsək, onun 90%, yəni vurulsun 90, bölünsün 100, bərabər olmalıdır 1260'a. Bu qayda ilə də həll eləyə bilərik bunu. Bunları ixtisar eləsək, sonra çarpaz vursaq olacaq. 9x bərabərdir 12600'ə, ona vurduq çarpaz. 12600'ə 9'a bölsək yenə də 1400 qalacaq. 1400 qalacaq. Birinci üsul tənasüblə yaza bilərik. İkinci üsulda faizin tərifi ilə belə deyək, yaza bilərik. 8-ci suala baxaq.
Bərabərsizliyin neçə natural həlli var deyir. 2 qat bərabərsizlikdir. Burada 36 daxildir, amma 46 daxil deyil. Burada yerləşən tam ədədlərin sayını tapmaq üçün elə biz 46-dan 36-nı çıxa bilərik. Bir tərəf bərabərlik işarəsi varsa, digərdə bərabərlik işarəsi yoxdursa, onlar arasında qalan ədədlərin sayını tapmaq üçün elə 46-dan 36-nı çıxsaq tapa bilərik. Yəni 10 dənə natural ədəd var və yaxud da elə saya da bilərik. 36, 37, 38, 39, 40, 41, 42, 43, 44 və 45 dənə. 46 daxil deyil, amma 36 daxildir. Çünki burada bərabərlik işarəsi var, burada isə bərabərlik işarəsi yoxdur. 9-cu sual. Radian ölçüsü verilib. Bucağın dərəcə ölçüsünü tapın deyir. Pi radian 180 dərəcədir. Yəni pi'nin yerinə 180 dərəcə yazsaq biz, bölünsün 5. Dərəcəyə çevrilmiş olacaq. Radianı dərəcəyə çevrilmiş olacaq. Burada 180 ilə 5-i ixtisar eləsək qalacaq 36. 36-nı da 3-ə vursaq mənfi 108 edəcək. D variantı. Bəs pi olmasa nə edərdik? Pi olmasa 180-ə vurub pi'yə bölərdik. Radianı dərəcəyə çevirmək üçün. 10-cu sual, ifadəni sadələşdirin. İxtisar eləmək lazımdır. Gəlin ixtisar eləyək. A kvadratı ilə A kubunu ixtisar eləsək, burada bir dənə A qalacaq. B-nin kubu ilə B-nin kvadratını ixtisar eləsək, burada bir dənə B qalacaq. 8-lər də burada ixtisar gedir. Qalır B vurulsun A, yəni AB olacaq cavab. 11-ci sual. Tənliyi həll edin. Üstlü tənlikdir. Birinci 3 üstü 4 plus x olduğu kimi saxlayırıq. 9-u isə yazırıq. 3-ün kvadratı kimi yazırıq. Burada 3-ləri atsaq 4 üstəgəl x bərabərdir 2 qalır. Deməli x bərabərdir 2-dən də 4 çıxırıq, qalır mənfi 2. 12-ci sual. 3 bucaqda A-nı verib 12. Bura 12-dir. Alfanı verib 30 dərəcə. Betanı verib 60 dərəcə. B-ni soruşur. Bunu biz sinuslar teoremi ilə yaza bilərik. Sinuslar teoremi necə idi? Qarşıdakı tərəfi həmin bucağın sinusuna bölürük. Yəni x bölünsün sinus 60, x bölünsün sinus 60 bərabərdir 12 bölünsün sinus 30 dərəcə. Qiymətlərini yazaq. Sinus 60 dərəcədə alır. Kök 3 böl 2. 30 dərəcədə isə alır. 2-də 1. Bərabərdir. Biz burada 2-ləri ixtisar edə bilərik. Sonra da çarpaz vuraq. 1-i x-ə vursaq, elə x eləyəcək. 12-ni də kök 3-ə çarpaz vursaq, 12 kök 3 eləyəcək. Deməli, x oldu 12 kök 3. 13-cü sual. Hündürlüyü 4 cm olan, orta xətti 13 cm olan trapesiyanın sahəsini tapın. Trapesiyanı ilə sahə düsturunu bilmək lazımdır. Trapesiyanın sahəsini tapmaq üçün A üstəgəl B böl 2. Yəni bu orta xəttdir. Orta xətti vurmalıyıq hündürlüyə. Orta xətt bizdə 13 verilib. Yəni bunun cavabı 13 verilib. Hündürlüyü isə 4 verilib. Orta xətti hündürlüyə vurduq. Elədir. 40, 52. 14-cü sual. İfadənin qiymətini hesablayın. Biz burada loqaritmik ifadələrdə əmsalı 5-in qüvvətinə gətirə bilərik. Yəni bu nə olacaq? LJ 5 üstü 3 üstəgələk LJ. Əvvəlcə 64-ü yazaq 8-in kvadratı kimi. Yenə də 2-də 1-i də 64-ün qüvvətinə gətiririk. 2-də 1-i də bura gətiririk. Bərabərdir. İndi loqaritmaları toplamaq üçün, eyni əsaslı loqaritmaları toplamaq üçün loqaritmal ifadələri bir-birinə vurmalıyıq. Bu LJ onluq loqaritmadır. Bunlar əsasında 10 var. Hər birinin əsasında 10 var. Deməli, bunların əsası eynidirsə, biz bunları vura bilərik. LJ 5 üstü 3'ü vururuq. Burada 2'lər ixtisar gedir. Qüvvəti qüvvətə yüksəldəndə qüvvətlər bir-birinə vurulur. Yəni 2'ni vururuq, 2'də 1'ə olur 1. Və nə etdik? Loqaritma alt ifadələri bir-birinə vurduq.
toplamada loqaritm ifadeleri birbirine vurmak lazımdır. Sonra bu da eləyəcək 1000. 5 üstü 3 125'ti. 125'i de 8'e vursak eləyəcək 1000. 1000 də 10 üstü 3'dür. LC 10 üstü 3 deməkdir 1000. Bunun da cevabı elə olacaq 3. 5-ci, 15-ci suala baxaq. Kompleks ədəd verilib. Z kompleks ədədinin imz, yəni xəyali hissəsinin qiymətini tapır. İmz xəyali hissədir, RZ isə həqiqi hissədir, real Z, həqiqi hissəsidir. İndi əvvəlcə gəlin bunları sadələşdirək. 9'u bunu yazırıq Z-in kvadratı çıxılsın, 9 vurulsun i-nin kvadratı kimi. i-nin kvadratı mənfi 1'ə bərabərdir. Yəni mənfi 1'i buranı biz çıxma eləyib, toplamanı çıxma eləyib, bura i-nin kvadratı yazsaq, i-nin kvadratı mənfi 1'dir. Mənfi 1'i mənfiyə vuranda yenə də əvvəlki kimi z-in kvadratı plus 9 olacaq, əvvəlki vəziyyətinə qayıdacaq. Yəni bu formada yaza bilərik. Bu formada yazdıktan sonra surəti müxtəsər vurma düsturu ilə nə edirik? Bir dəfə toplayırıq, bir dəfə çıxırıq. Kvadratlar fərqidir. Z çıxılsın 3i, z üstə gələk 3i deyib surəti vuruqlara ayırırıq. Məxrəcdəki z üstə gəl 3i-ni isə olduğu kimi saxlayırıq. Bərabərdir 3 üstə gəl 5i-ni də olduğu kimi saxlayırıq. Burada bunlar ixtisar gedir. İndi biz bu 3i-ni nə qaldı? Qaldı z çıxılsın 3i bərabərdir 3 üstə gələk 5i-yə. Buradan da 3i-ni sağ tərəfə keçirsək qalacaq z bərabərdir. Keçir toplanır 5i olur. 3 üstə gələk 5i. Bunun xəyali hissəsi 5'dir. Cavabımız olur 5. Xəyali hissəsini soruşdu. Həqiqi hissəsini soruşsaydı, yəni demək nə tapdıq? İmz, yəni xəyali hissəni tapdıq 5. RZ, yəni həqiqi hissəni soruşsaydı da cavabımız olacaq idi 3. 16-cı suala baxaq. Perimetri 156 və daxili bucaqlarının cəmi 1800 dərəcə olan düzgün çoxbucaqlının tərəfinin uzunluğunu tapın. Əvvəlcə gəlin görək bu neçə bucaqlıdır. Çoxbucaqlının daxili bucaqlarının cəmini 180 vurulsun n çıxılsın 2 düsturu ilə daxili bucaqların cəmini tapa bilirik. Bunu bizə verib 1800. Deməli n çıx 2 bərabərdir. 1800-ü 180-ə bölsək qalacaq 10. 2-ni də sağa keçirsək olacaq 12. Deməli bu 12 bucaqlıymış. 12 bucaqlının 12 tərəfi var. Demək tərəfini tapmaq üçün bir tərəfini 12'yə vursaq bunun perimetrini tapa bilərik. Perimetr bizə verilib 156. Demək bunun bir tərəfi 156-nı 12'yə bölsək bunun bir tərəfinin uzunluğunu tapa bilərik. 15 12'yə bir dəfə, 36'da 3 dəfə. Oldu 13 bucaqlı. Demək bu 13 bucaqlı imiş. 17-ci sual A və B çoxluqları üçün verilib. Gəlin A və B çoxluqları. Kəsişmə 4'dür. Euler Venn diaqramı ilə həll eləyək. Bura A çoxluğu olsun, bura B çoxluğu olsun. Kəsişmə 4'dür. Yəni bu hissə 4'dür. A'dan B-ni çıxanda A ilə B-nin fərqi buradır. Bura 26'dır. Birləşməni soruşur. Birləşməni tapmaq üçün əvvəlcə buranı tapıb sonra hamısını toplamalıyıq. İndi gəlin bax bu tənlikdən istifadə eləyək biz. NA. NA nədir? 26 üstə gəl 4'dür. NA 26 üstə gəl 4'dür. 26 üstə gəl 4. Bərabərdir. 5 vurulsun. Bəs NB? NB isə 4 üstə gələk x-dir. Yəni B-dəki olan elementlərin sayı da 4 üstə gəl x. 4 üstə gəl x. Bu da NB-nin qiyməti. Buradan x-i tapa bilərik. 30 bərabərdir. 5'i 4'ə vurduq 20. 5'i də x-ə vurduq. 5x elədi. 5x bərabərdir. 30'dan 20'ni çıxdıq 10. Onu da 5'ə böldük. 2. X oldu 2. X 2'dirsə onda biz birləşməni tapa bilərik. Birləşməni tapmaq üçün bunları 26'nı, 4'ü və 2'ni toplayıb birləşməni tapırıq. Bu da eləyir 30, 32. 18-ci sual. 18-ci sualda belə bir ifadə verib 1'ə bərabərdir. İfadənin qiymətini tapın deyir.
Burada baxırıq ki, biz köklərin dərəcəsi eynidir, 7-dir. Köklərin dərəcəsi eynidirsə, onda biz bunları eyni kökün altında vura bilərik. Yəni, x çıx 4 üstü 5 vurulsun x çıx 2-nin kvadratı vurulsun x çıx 4-ün kvadratı vurulsun x çıx 2 üstü 5 deyib eyni kökün altında yaza bilərik. Bərabərdir kök altında 7-ci dərəcədən x çıxaq 4. Eyni əsaslı qüvvətləri vuranda qüvvətlər toplanır. Bu ikisini toplayırıq, olur 7. X çıx 2, bunun da bir qüvvəti 2-dir, bir qüvvəti 5-dir. Bunu da toplayırıq, bu da olur 7. Bərabərdir. İndi bunları biz nə edirik? Kökdən çıxardırıq. 7'lər burada gedəcək və kökdən çıxacaq. X çıx 4 vurulsun x çıx 2. Və bura müsbət olmalıdır. Müsbət olmalıdır ki, kökün dərəcəsi təkdirsə, daha doğrusu, burada müsbət və yaxud da mənfi ikisi də ola bilər, kökün dərəcəsidir. İndi bunları bir-birinə vurub açaq, görək nə alınır. X-in kvadratı çıxılsın 2x, çıxılsın 4x, üstə gələk 8. Bir-bir vurub açdıq. Bu da oldu x-in kvadratı çıxılsın. Bunları toplayırıq 6x plus 8. Baxıb görürük ki, bu hissə eynidir. X kvadratı plus 6x 1'ə bərabər. Yəni, bunun yerinə 1 yazırıq. 1 üstə gəl 8 bərabərdir. 9 olur cavabımız. Gəldik, açıq suallara çatdıq. Açıq suallarda həll tələb olunur. Yəni, həllərini açıq şəkildə yazmalıyıq. OX kəsiyi kvadrat olan silindrin həcmi 54 pi olarsa hündürlüyünü tapın. Deməli, OX, daha doğrusu ox kəsiyidir bu. OX oxudum, ox kəsiyi. Silindrin ox kəsiyi kvadratdır. Belə bir silindirdir. Ox kəsiyi kvadratdır. Yəni, bu hissəsi kvadratdır. Bu çevrələri çəkməyək gəlin, çünki çox qarışıq olacaq. Birini çəksək bəsdir. Bildik ki, bu silindirdir. İndi silindrin həcmi. Silindrin həcmini tapmaq üçün bu radiusdur. Çevrənin radiusudur, R. Bu R-dirsə, bu da R-dir. Çünki radiuslar bərabər olur. Çevrənin radiusları bərabər olur. Bu 2R-dirsə, onda hündürlük də 2R olmalıdır. Çünki ox kəsiyi kvadratdır. Kvadratın da tərəfləri bərabərdir. İndi biz gəlin həcmini tapaq bunun. V bərabərdir. Silindrin həcmini tapmaq üçün oturacağın sahəsini hündürlüyə vurmalıyıq. Oturacaq dairə olduğuna görə pi r kvadratıdır. Oturacaq dairə olduğuna görə sahə olur pi r kvadratı. Pi r kvadratı vurulsun h. Həcm bizə verilib 54 pi. Yazdıq həcmi, V-nin yerinə yazdıq 54 pi. Sonra radius bizə verilib R, elə R olduğu kimi qalır. Vurulsun H. H-dakı 2R-dir. H-in yerinə nə yazırıq? H-in yerinə də 2R yazırıq. 2R. Hündürlük 2R-dir. Bura hündürlükdür. Sonra burada pi'lər getdi. Pi'lər ixtisar getdi. 54'ü 2'yə bölsək qalır 27. R kvadratını da R-ə vursaq olur R-in kubu. Oldu R-in kubu. 27 də 3'ün kubudur. Deməli R 3'dür. R-i tapdıq 3. İndi hündürlüyünü soruşur. Hündürlük də 2R-ə bərabərdir. Hündürlük 2R-ə bərabərdir. 2-ni də 3'ə vururuq. Eləyir 6. Silindrin hündürlüyü oldu 6. 20-ci suala baxaq. Turistlər iki məntəqə arasındakı məsafəni hər gün eyni qədər məsafə gedir. Yəni, hər gün tutaq ki, x metr gedir. 18 günə gedirlər. Deməli, yolun uzunluğu 18 vuraq x-dir. Hər gün x geçsələr 18 günə gedəcəklər. Deməli, yolun uzunluğu 18x-dir. Lakin onlar hər gün nəzərdə tutulduğundan 2 kilometr çox getdilər. Yəni, hər gün x üstə gələk 2 getdilər. Çox gedərək bu məsafəni 15 günə qət etdilər. Yəni 15 vurulsun x üstə gəlir 2. Məntəqələr arasındakı məsafəni tapın. İndi biz bunlar hər ikisi eyni yolu göstərir. Hər ikisi eyni yolu göstərirsə, deməli biz 18x bunları bərabərləşdirəcəyik. 18x'i bərabərləşdirəcəyik. 15 vuraq x plus 2'yə.
18x bərabərdir. Vurub açırıq 15x plus 30-a. 3x bərabərdir 30-a. X də bərabərdir 10-a. Deməli, bunlar hər gün 10, burada hər gün, burada cavabı 10 kimi götürsək biz səhv eləyərik. Bu 10 nəyi göstərir? X-i göstərir. Yəni, hər gün 10 metr gediblər. Hər gün 10 metr gediblərsə, 180 vur 10 bərabərdir 180 metr. Yolun uzunluğu 18 metr, 180 metrdir. Bunu da yoxlayaq. 15 vurulsun. Bu x 10'dur. 10'un üstə 2 gəlsə 12 eləyəcək. Bu da 180. Yəni eyni yol olduğuna görə 2 də 180 oldu. Demək məntəqələr arasındakı məsafə 180 imiş. Birinci dəfə hər gün 10 metr, ikinci dəfə isə hər gün 12 metr gedirlərmiş. Bir qutunun üzərində iki qırmızı və 4 sarı qovluq qoyulmuşdur. Qutu ilə bu qovluqlar birlikdə hündürlüyü 68-dir. Ümumi hündürlüyü 68-dir. Qırmızı qovluğun qalınlığı sarı qovluğun qalınlığından 2 mislindən 2 cm böyükdür. Yəni sarını biz x götürsək, qırmızı olacaq 2x üstə gələk 2. Qırmızı qovluğun qalınlığı sarı qovluğun 2 mislindən 2 cm böyükdür. Yəni 2x plus 2. Sarıları götürdük x, qırmızıları da götürdük 2x plus 2. Qutunun hündürlüyü bütün qovluqların qalınlıqları cəmindən 12 cm çoxdur. Qutunun deməli qutunun hündürlüyü, yəni bura qutunun hündürlüyü y olsun bu. Qutunun hündürlüyü qovluqların qalınlıqları cəmindən 12 cm çoxdur. Gəlin belə eləyək, heç y eləməyək, 2 dəyişən olmasın, 1 dəyişən olsun. Gəlin qovluqların ümumi hündürlüyünü tapaq. Yəni buranın qovluqların ümumi hündürlüyünü tapaq. 1, 2, 3, 4, 6, 8. 8x plus 2 ilə də 2-ni topladıq 4. Qovluqların ümumi uzunluğu 8x plus 4-dür. İndi qutu isə bunların cəmindən 12 cm çoxdur. Yəni bu isə olacaq 8x üstə gələk 4, üstə gələk 12. Şəkilə görə baxmırıq. Şəkilə görə bunlar daha hündür görsənir, amma şərtə baxırıq. Əsas şərtdir. Bu da bu qədər. Bu qutunun hündürlüyüdür. Bu da qovluqların hündürlüyüdür. Bunların ikisinin cəmi nə olmalıdır? Bunların ikisinin cəmi 68 olmalıdır. Toplayırıq. 8x plus 4 plus 8x plus bu da 16 eləyir. Bərabərdir 68-ə. 16x plus 20 bərabərdir 68-ə. 16x bərabərdir 48-ə. X də bərabərdir 3-ə. X-i tapdıq 3. Görək bizdən nəyi soruşur? Qutunun hündürlüyünü tapın deyir. Qutunun hündürlüyünü. Yəni bunu soruşur. Bizdən bunu soruşur. Qutunun hündürlüyünü. X-i nə tapmışıq? 3 tapmışıq. 8 vurulsun 3. Üstə gələk 4. Üstə gələk 12. Bu da oldu qutunun hündürlüyü. 24 üstə gəl 16. 30 və 40. Qutunun hündürlüyü oldu 40. 22-ci suala baxaq indi. Fx və gx cüt funksiyalardır. Px və qx isə tək funksiyadır. Bunlar verilib bizə. Onlarsa ifadənin qiymətini tapın. İndi biz bilirik ki cüt funksiyada f -5 cütdür. Bu 3-dürsə, deməli f müsbət 5-də 3 olacaq. Cüt funksiyada qiymətlər eyni olur. X-ə əks qiymətlər versək, aldığımız cavablar eyni olmalıdır. C funksiyası da cütdür. Yəni J -7 8-dirsə, C müsbət 7-də 8 olmalıdır. Bu belə. Amma tək funksiya isə fərqlidir. Px təkdirsə, P4 3-dürsə, P -4-də -3 olur. Sonra Qx təkdir. -2 bərabərdir -3-dürsə, Q müsbət 2 də bərabərdir müsbət 2-yə. Demək, cüt funksiyada x-ə əks qiymətlər verəndə aldığımız qiymətlər bərabər olur.
Amma tək funksiyada isə x-ə əks qiymətlər verdikdə aldığımız cavablar da mənfi olmalıdır. Qurtardı. İndi bunu nə edirik? Bunu burada yerinə yazırıq. Bərabərdir. Bərabərdir. F5 neçədir? F5 3-dür. Vurulsun. C7. C7 neçədir? Müsbət 8. Üstə gələk. P mənfi 4. Neçədir? Mənfi 3. G2 müsbət 2. Müsbət 2 bərabərdir. 24 çıxılsın 3 bölünsün 2. 21 böl 2. Bu da eləyir 10 tam onda 5. 23-cü suala baxaq. 23-cü sualda deyir ki, A nöqtəsindən çevrəyə düz bucaq əmələ gətirən 2 toxunan çəkilmişdir. Bura 90-dır. A nöqtəsindən çevrənin mərkəzinə qədər məsafə 3 kök 2-dir. Yəni, bura 3 kök 2-dir. 3 kök 2. Çevrənin uzunluğunu tapın. Çevrənin uzunluğunu tapmaq üçün biz radiusu tapmalıyıq. Gəlin, buradan bir radius çəkək. Radius toxunana perpendikulyar olur. Bura 90-dır. İndi, buradan da bir dənə radius çəkək. Bu da 90-dır. Radius toxunana perpendikulyardır. Bu da R-dir, bu da R-dir. Burada aldıq bir düzbucaqlı. Düzbucaqlının qarşı tərəfləri bir-birinə bərabər olur. Yəni, bura R-dirsə, bura da R-dir. Bura R-dirsə, bura da R-dir. Deməli, bu kvadrat imiş. Kvadratdırsa, kvadratın diagonalı 3 kök 2-dirsə, katetlər olacaq 3. Radiusu tapdıq 3. Radius 3-dürsə, deməli, çevrənin uzunluğunu necə tapırıq? Çevrənin uzunluğunu 2πr ilə tapırıq. 2π vurulsun 3, bu da eləyəcək 6π. Çevrənin uzunluğu oldu 6π. Şəklin üzərində bu cür qeydlər aparıb həll eləmək doğru həll sayılır. Yəni, tam bal verilir. Bir şərtlə ki, yəni bütün qeydləri eləyəsiniz və yaxud da sözlə bir neçə izah da yaza bilərsiniz. Çox uzun olmasına ehtiyac yoxdur. 1-2 cümlə bəs eləyir. 24-cü suala baxaq. A və B prizmaları oxşardır. A və B oturacaqları uyğun tərəfləridir. Hündürlüyünü soruşur. A-nın hündürlüyünü soruşur. Əvvəlcə gəlin belə yazaq. Bunlar oxşardırsa, hündürlüklərin nisbəti h bölünsün h bərabər olmalıdır bu oturacağın hündürlüklərinin nisbətinə. Yəni, uyğun nisbətlər bərabər olmalıdır. 2 bölünsün deməli, nə yazdıq bura? Belə yazdıq da h bölünsün 6 yazaq gəlin. Hündürlüyün tərəfə götürək. H bölünsün 6, h bölünsün kiçik a, h bölünsün kiçik. Gəlin, belə yazaq. Hərflərə uyğun olaraq yazaq. Deməli, kiçik prizmanın hündürlüyünü kiçik h-la işarə eləyiblər. Tərəfini kiçik a ilə işarə eləyiblər. Böyük prizmanın da hündürlüyünü böyük h-la işarə eləyiblər. Oturacağın tərəfini də B ilə işarə eləyiblər. Uyğun nisbətlər bir-birinə bərabər olmalıdır. İndi buradan kiçik h tapacağıq. Deməli, h bölünsün a 6-dır. Bərabərdir. Böyük h-ı verib 10. Yazdıq yerinə 10. İndi bir dənə B-ni tapmalıyıq biz. Əvvəlcə B-ni tapmalıyıq ki, bura yerinə yazaq. İndi B-ni tapaq. B-ni necə tapacağıq? B-ni buradan tapacağıq. Prizmanın həcmi V bərabərdir. S oturacaq bura h-dır. Deməli, prizmanın həcmini verib 120. V-nin yerinə yazdıq 120. Bərabərdir. Oturacağın sahəsini tapaq. Oturacağın sahəsi 3 bucaqdır. Oturacaq 3 bucaqdır. 3 bucağın sahəsini necə tapırıq? A vur h bölü 2 ilə. Yəni, hündürlüyü, bu hündürlüyü 2-ni kənara yazıb. 2-ni vururuq B-yə. 2-ni vururuq B-yə. Bölürük 2-yə. Bu nə oldu? Oturacağın sahəsi oldu. Bu 3 bucağın sahəsi oldu. AH bölü 2. Hündürlük bu tərəf bölü 2 düsturur məsələn. Vurulsun H. Hündürlük də ki 10-dur. Bunu da yerinə yazdıq 10. Buradan biz B-ni tapa bilərik. Gəlin B-ni tapaq. Burada 2-lər ixtisar gedir. Qalır 120 bərabərdir. 10 vurulsun B-yə. Deməli B bərabərdir 12-yə. B-ni tapdıq 12. Qutardı. İndi gətirib burada yerinə yazırıq 12-ni və H-ı tapırıq. Çarpaz vursaq 12H bərabərdir 60-a. 6-nı 10-a vurduq. H da bərabərdir 60-ı 12-yə böldük. Elədi 5. Bura oldu 5.
B də oldu 12. Sonuncu sual 25-ci suala baxaq. Sahəsi verilib, düstur ilə verilən düzbucaqlı formasında metal lövhədən sahəsi bu formada olan düzbucaqlı hissə kəsildi. Şəkildə verilənlərə əsasən qalan hissənin enini x ilə ifadə edin. Əvvəlcə biz bu qalan hissəni tapmalıyıq. Bu qalan hissəni tapmaq üçün, buranı tapmaq üçün ümumi sahədən, yəni S2-dən çıxmalıyıq, S1-i çıxmalıyıq ki, qalan hissəni tapa bilək. S2-ni veriblər bizə 2x kvadratı plus 7x plus 3 çıxılsın. S1-i çıxırıq, x-in kvadratı çıxılsın, 7x çıxılsın, 12. Hamısını çıxdıq. Bərabərdir. 2x kvadratından x kvadratı çıxır, qalır x kvadratı. 7x-lər burada ixtisar gedir, islah gedir. 3-dən də 12-ni çıxırıq, qalır mənfi 9. Deməli, bu qalan hissə nə imiş? X kvadrat çıxıq 9 imiş. Bunu müxtəsər vurma düsturu ilə x çıxaq 3, x üstəgəl 3 yaza bilərik kvadratlar fərqi düsturu ilə. Bu qalan hissənin sahəsini tapmaq üçün eninin uzunluğuna vurmalıyıq. Bunun eni x üstəgəl 3-dürsə, uzunluğu da nə olmalıdır? Uzunluğu da x plus 3 olmalıdır. X plus 3 olmalıdır. Çünki düzbucaqlının sahəsini tapmaq üçün eninin uzunluğuna vurmalıyıq.